Doktor İlham Məmmədov, ümumi cərrah fleboloq, damar xəstəliklərinin müasir üsulla diaqnostikası və müalicəsi ilə məşğul olur. Azərbaycan və beynəlxalq səviyyəli tibbi assosiasiyaların üzvüdür. 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Doktor İlham Məmmədovun təhsili. Qeyd edək ki, İlham Məmmədov Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. İlham Məmmədov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-1997-ci illərdə İlham Məmmədov 5 saylı şəhər klinik xəstəxanasının qaraciyər və öd yollarının cərrahiyyəsi şöbəsində internaturada olmuşdur. İlham Məmmədovun iştirak etdiyi təkmilləşdirmə kursları. 1998-ci ildə Respublika Klinik Uroloji Xəstəxanasında tam urologiya kursunu bitirib. 2000-ci ildə 3 saylı şəhər klinik xəstəxanasında ümumi cərrahiyyə kursunda olub. 2004-cü ildə doktor İlham Məmmədov Respublika Kliniki Uroloji Xəstəxanasında cərrahi urologiya kursunda olub. 2010-2012-ci illərdə İsveçrənin müxtəlif şəhərlərində, Cenevrədə, Lozanda və digər şəhərlərdə cərrahiyyə kurslarında iştirak etmişdir. 2013-cü ildə İstanbul şəhərində özəl Avicenna Hastanəsində genel cərrahiyyə üzrə təkmilləşdirmə kursunda olmuşdur. 2014-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitet Hastanəsində genel cərrahiyyə kursunda olmuşdur. 2015-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda laparoskopik cərrahiyyə kursunda iştirak etmişdir. İlham Məmmədov daha sonraki illərdə də müxtəlif ölkələrdə praktik təlimlərdə və elmi praktik konferanslarda iştirak etmişdir. İlham Məmmədovun əmək fəaliyyəti. 1993-1996-cı illərdə İlham Məmmədov bir saylı klinik xəstəxananın cərrahiyyə və reanimasiya şöbəsində orta tibb işçisi işləyib. 1998-2006-cı illərdə doktor İlham Məmmədov bir saylı şəhər poliklinikasında həkim cərrah işləyib. 2001-2003-cü illərdə İlham Məmmədov 701 saylı hərbi hissədə tibb məntəqə rəisi və 056 saylı hərbi hospitalda həkim cərrah kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Xəzər klinikasında cərrah kimi peşəkar fəaliyyətini davam elətdirib. 2014-cü ildə doktor İlham Məmmədov Medisina klinikasının direktoru işləyib. Hal-hazırda Turan klinikasında həkim cərrah kimi peşəkar fəaliyyətini davam elətdirir. Odur eyli, odur nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Qeyd etməliyik ki, doktor İlham Məmmədov peşəkar həkim cərrah olmaqla yanaşı, həm də alovlu vətənpərvar olaraq ölkənin taleyühlü məsələlərində hər zaman öz fəal vətəndaş mövqeyi ilə seçilir. O, 1-ci Qarabağ müharibəsinin veteranıdır. Həmçinin 2020-ci ildə 27 sentyabrda başlanan 44 günlük 2-ci Qarabağ müharibəsində həkim kimi iştirak etmişdir. Cəbhədə ordumuzun qələbəsinə töhfə vermişdir. Yaralı əskər və zabitlərimizə müharibənin ilk günlərindən sonadək fəal tibbi yardım göstərmişdir. Müharibədən sonraki müddətdə də doktor İlham Məmmədov qazilərin müalicəsində onlara yaxından köməklik göstərmişdir. Doktor İlham Məmmədov paytaxt Bakı şəhərində xəstələrin müalicəsi ilə məşğul olmaqla yanaşı, vaxtaşırı Azərbaycanın bölgələrində də bütün növ damar xəstəliklərindən əziyyət çəkən sakinlər üçün qəbullar həyata keçirir, xəstəliklərin aşkarlanması, düzgün diaqnostika və müalicə işi aparır. Ümumi cərrah İlham Məmmədovun müalicə etdiyi xəstəliklər və icra etdiyi prosedurlar haqqında bunları bildirmək olar. Cərrahi xəstəliklərin ən müasir metodlarla müayinəsi və müalicəsi, açıq və laparoskopik əməliyyatlar, varikoz xəstəliyinin Doppler müayinəsi, skleroterapiya, endovenoz lazer ablasiya, aşağı ətraflarda yaralar, şəkərli diabet xəstələrində ayaqlarda rast gəlinən yaralar, diabetik ayaq, varikozun diaqnostikası və müalicəsi, venaların Doppler müayinəsi, diabetik pəncə, trofiki xoraların müalicəsi. Doktor İlham Məmmədovla əlaqə. Turan klinikası, Əhmədli qəsəbəsi, Sarayeva küçəsi 184, Bakı kinoteatrının yanı. Telefon 055 709 14 41.